Leyli qadın değildi, amma bütün Bakı onu ağladı. 1908-ci il Bakı. Teatr şeytan yuvası, musiqi isə böyük günah sayılırdı. Aktyorlar küçədə alçaldılır, sənət adamları təhdid altında yaşayırdı. Belə bir dövrdə cəmi 22 yaşlı Üzeyir Hacıbəyov təhlükəli qərar verdi. Muğamı Avropa operası ilə birləşdirmək. Amma qarşıda başqa problem vardı. Leyli rolunu oynayacaq bir qadın yox idi. Heç kim səhnəyə çıxmağa cəsarət etmirdi. Son anda Üzeyir bəy inanılmaz addım atdı. Bir gənci gizlicə qadın geyimində səhnəyə hazırladı. Premyera gecəsi. Tağıyev teatrının qarşısında qəzəbli izdiham toplanmışdı. Hamı onun məğlub olmasını gözləyirdi və sonra pərdə açıldı. Muğamın ilk sədaları zala yayıldı. Bir an içində hər yer susdu. Lənət oxumağa gələn insanlar göz yaşlarını saxlaya bilmədi. O gecə sadəcə bir opera göstərilmədi. O gecə Azərbaycan musiqisinin taleyi dəyişdi. Ən böyük sərhədlər beyinlərdədir. O pərdəni bir dəfə açsan, bütün dünya səni dinləyər.